Bilirsən Ben, elə anlar olur ki, səhər oyanıram, gündəlik qaç-qaç, o bitməyən işlər hamısının arasında itib batıram və dayanıb öz-özümə fikirləşirəm. Yəni bütün bunların mənası nədir axı? Elə bil ki, bir təkərin içində fırlanıram, dayanmadan. Ben, inan mənə, bu hissi yaşayan bircə sən deyilsən. Bu bəlkə də insanın özünə verə biləcəyi ən fundamental sualdır. Bax, elə buna görə də bugün bu məsələnin lap kökünə getmək istəyirik. Və bu axtarışda bizim bələdçimiz, dahi mütəfəkkir Albert Camus olacaq. Onun bu mənasızlıq hissinə verdiyi cavab, deyim ki, sizi sözün əsl mənasında çaşdıra bilər. Hə, bu sitat ilk baxışdan çox kəskin, hətta biraz şok edici səslənə bilər. Amma gəlin bir anlıq dayanıb düşünək. Camus burada sadəcə dramatiklik axtarmır, əsla. O, çox sadə bir məntiq irəli sürür. Biz həyatın mənasını axtarmağa başlamazdan əvvəl ən təməl suala cavab tapmalıyıq. Bu həyat ümumiyyətlə yaşamağa dəyərmi? Bu, quru bir fəlsəfə oyun deyil. Bu, hər birimizin gec-tez üzləşdiyi ən fundamental, ən təxirə salınmaz sualdır. Yaxşı, onda belə çıxır ki, Camus'un bəhs etdiyi bu fundamental mənasızlıq hissi tam olaraq nədir? Yəni, bu boşluq hissi hardan gəlir, niyə yaranır? Çox yaxşı sualdır, Alex. Camus bu universal insan təcrübəsinə çox dəqiq bir ad verib. Absurd. Amma qabaqcadan deyim, bu, bizim gündəlik həyatda işlətdiyimiz o mənasız və ya cəfəngiyat sözündən qat-qat daha dərin bir şeydir. Məsələ də elə məhz buradadır. Camus'a görə absurd nə dünyanın özündədir, nə də bizdə, insanlarda. Absurd bu ikisi arasındakı toqquşmadan doğurur. Təsəvvür elə, bir tərəfdə bizim məna, nizam, aydınlıq axtaran beynimiz, digər tərəfdə isə bizim bütün suallarımıza inadla susan bir kainat. Bax, absurd bu ikisi arasındakı o dərin uçurumun adıdır. Aydındır. Deməli, bu sanki dərin bir kanyona var gücünlə həyatın mənası nədir deyə qışqırıb, əvəzində yalnız öz səsinin əks sədasını və qulaqbatırıcı bir səssizliyi eşitmək kimidir. Əla bənzətmədir, tam olaraq budur. Bu, fundamental bir uyğunsuzluqdur. Baxın, bir yanda bizim məntiqə, xoşbəxtliyə, bir məqsədə olan sonsuz ehtiyacımız var, o biri yanda isə kainatın bu ehtiyacımıza olan tam laqeydliyi, onun o məntiqsiz səssizliyi. Yaxşı, Ben, əgər bu vəziyyət dediyin qədər narahat və gərgindirsə, onda insanların reaksiyası da anlaşılandır. Tamamilə məntiqli deyilmi ki, insan ya ümidini tamamən kəssin, təslim olsun, ya da bu boşluğu doldurmaq üçün daha böyük bir gücə, ilahi bir inanca üst tutsun? Tamamilə məntiqli bir reaksiya olardı, bəli. Və Camus da məhz bu iki ən yaygın reaksiyanı analiz edir. Amma o, bunları həll yolu yox, yalancı çarələr adlandırır. Camus bu iki variantın ikisini də rədd edir. Fiziki intihar absurdla üzləşməkdən birbaşa imtina etməkdir, oyundan çıxmaqdır. Fəlsəfi intihar isə daha incə, daha aldadıcı bir tələdir. Bu, absurdla üz-üzə gəlmək əvəzinə onu inkar edən hazır bir məna sisteminə, istər din olsun, istərsə də hər hansı bir ideologiya sıçrayış etməkdir. Amma bir dəqiqə dayan Ben, inancda təsəlli tapmağın nə pisdir ki? Yəni, bu milyonlarla insana məna və ümid verir axı. Bu bir qaçışdan çox, bir sığınacaq deyilmi? Camus üçün problem təsəllinin özündə deyil, o təsəlliyə çatmaq üçün atılan addımdadır. O buna fəlsəfi intihar deyir, çünki bu əslində ağlın, şuurun təslim olması deməkdir. Bu, çətin bir həqiqətlə üz-üzə dayanmaq əvəzinə gözünü yumub, rahat, hazır bir cavaba sıçrayıb problemi görməzdən gəlməkdir. Camus üçün bu, intellektual bir yayılmadır, həll yolu deyil. Bax, məhz bu sitat Camus fəlsəfəsinin dönüş nöqtəsidir. Bir çoxları üçün həyatın absurd olduğunu anlamaq bir son, bir ümidsizlik uçurumu olardı. Amma Camus üçün bu, əsl həyatın başlanğıcıdır. O, bizi bu narahat edici həqiqətdən qaçmağa yox, onu bir təməldaşı kimi qəbul edib, üzərində öz mənamızı qurmağa çağırır. Yaxşı, başa düşdüm. Qaçmaq olmaz, inkar etmək də olmaz, bəs onda geriyə nə qalır axı? Yəni, bu səssiz kainatda, bu absurd vəziyyətdə necə yaşamaq olar? Bax, məhz bu sualın cavabında Camus'un dahiliyi tam olaraq üzə çıxır. O, ümidsizliyə qapılmaq əvəzinə, absurdla birgə yaşamaq üçün olduqca cəsur bir yol təklif edir. Buna onun 3 hissəli resepti də deyə bilərik. Birinci prinsip, üsyan. Təbii ki, burada silahlı siyasi bir üsyandan söhbət getmir. Bu, daxili fəlsəfi bir üsyandır. Bu, hər səhər oyanıb, kainatın səssizliyinə baxıb, bir növ mən sənin mənasız olduğunu bilirəm, amma inadına yaşayacağam deməkdir. Bu, təslim olmaq deyil, tam əksinə, o gərginliyin içində ona qarşı şuurlu bir müqavimət göstərərək yaşamaq sənətidir. İkinci prinsip, azadlıq. Bu, ilk baxışda biraz qorxuducu səslənə bilər.
Amma Kəmi üçün bu ən böyük hədiyyədir. Bir düşünün, əgər heç bir xarici məna, ilahi plan və ya əvvəlcədən yazılmış bir tale yoxdursa, bu o deməkdir ki, biz həqiqətən də tam azadıq. Artıq cəmiyyətin, dinin, ideologiyanın bizə təqdim etdiyi hazır dəyərlərlə yaşamaq məcburiyyətində deyilik. Öz dəyərlərimizi, öz əxlaqımızı, öz həyatımızın qaydalarını yaratmaq üçün sonsuz bir azadlığa sahibik. Və nəhayət, üçüncü və sonuncu prinsip, ehtiras. Əgər bu həyat bizim sahib olduğumuz yeganə şeydirsə və ondan sonra heç nə yoxdursa, o zaman hər bir anın dəyərini bilməliyik. Onu dolu-dolu yaşamalıyıq. Kami deyir ki, vacib olan təkcə təcrübələrin keyfiyyəti deyil, həm də onların kəmiyyətidir. Yəni, mümkün qədər çox sevməli, səyahət etməli, öyrənməli, hiss etməli, bir sözlə həyatın təklif etdiyi hər şeyi bütün varlığımızla təcrübə etməliyik. Bütün bunlar çox fəlsəfi və möhtəşəm səslənir, Ben. Amma gəl reallığa qaydaq. Bütün bu üsyan, azadlıq və ehtiraz bizim gündəlik həyatımıza, o bitib tükənməyən işlərə, gündəlik rutinə necə tətbiq olunur? Əla sualdır. Bax, Kəmi bunun üçün mükəmməl bir metafora, absurd vəziyyətin ən son simvolunu bizə təqdim edir. Sizif mifi. Hekayəni yəqin ki, çoxunuz bilirsiniz. Yunan mifologiyasında kral Sizif hiləgərliyi ilə tanrıları aldatmağa cürət edir. Cəza olaraq tanrılar ona düşünülə biləcək ən dəhşətli, ən mənasız işi verirlər. Əbədiyyət boyunca nəhəng bir qayanı sıldırım bir dağın zirvəsinə qaldırmaq. Amma hər dəfə o, tər içində zirvəyə çatan kimi, qaya öz ağırlığı ilə yenidən aşağı yuvarlanır və hər şey yenidən başlayır. Sonsuz, faydasız, ümidsiz bir əmək. Və Kaminin diqqətini çəkən məqam da məhz budur. Onun üçün Sizifin hekayəsindəki ən vacib an, qayanı yuxarı itələdiyi o əzablı an deyil, əsla. Ən vacib an, qaya aşağı yuvarlandıqdan sonra onun dağdan tək başına sakitcə enişidir. Məhz o fasilədə, o sükut anında Sizif öz talehi ilə tam olaraq üz-üzə qalır. Heç bir illüziya, heç bir ümid yoxdur. O, vəziyyətinin absurdluğunu bütün çılpaqlığı ilə dərk edir. Bu, Kaminin bəhs etdiyi o şuur və üsyan anıdır. Və burada Kaminin o məşhur, o möhtəşəm nəticəsi gəlir. Sizifi xoşbəxt təsəvvür etmək lazımdır. Alex, bir dəqiqə, nə? Xoşbəxt? Bu necə ola bilər axı? Bu ki, əbədi bir işgəncədir, mənasızlığın zirvəsidir. Bax, Kami üçün Sizifin qələbəsi taleyini rədd etməsində deyil, onu tamamilə mənimsəməsindədir. O, tanrılara öz cəzası ilə qalib gəlir. O, qayaya baxıb deyir, bu mənim qayamdır. Bu mübarizə mənim mübarizəmdir. O, mənasızlığın özündə öz məqsədini tapır. Beləcə, mübarizənin özü onun üçün bir qələbəyə çevrilir. Vay canına. Deməli, Sizifin hekayəsi sadəcə qədim bir mif deyil. Bu, əslində hər birimizin hekayəsidir. Hamımızın hər gün itələdiyi öz qayası var. O bitməyən e-maillər, gündəlik işlər, ailə məsuliyyətləri. Tamamilə doğrudur, Alex. Bax elə buna görə Camus Sizifi absurd qəhrəman adlandırır. O, heç bir fövqəladə gücü olmayan, sadəcə öz taleyi ilə üzləşən və onu şuurlu şəkildə qəbul edən bir qəhrəmandır. Və bu mənada o, bizim hamımızı təmsil edir. Bəli, bu sual birbaşa sizə ünvanlanıb. Sizin qayanız nədir, Ben? Gəlin bu fəlsəfəni müasir həyata tətbiq edək. Məsələn, bir startap quran sahibkarı düşünün. Bəlkə də onu motivasiya edən şey yolun sonundakı $10 milyon satış deyil. Bəlkə də o, məhz o prosesin özündən, o gərginlikdən, hər gün yeni bir problemi həll etməkdən, o mübarizənin özündən zövq alır. Zirvəyə doğru mübarizənin özü onun üçün məqsədə çevrilir. Deməli, bu siyahı əslində bizim gündəlik qayalarımızı göstərir. Doğrudan da bunlar bəzən bizə mənasız, yorucu yüklər kimi görünə bilər. Bəli, ilk baxışdan yük kimi görünürlər. Amma Kamilin fəlsəfəsinin gözəlliyi də elə budur. O bizə bu qayaları bir yük kimi yox, bir imkan kimi görməyi öyrədir. Bunlar həyatın özüdür. Hər bir e-məktuba cavab verərkən üsyan edə bilərik, tıxacda gözləyərkən azadlığımızı dərk edə bilərik, səhər qəhvəmizi içərkən ehtirasla yaşamağı seçə bilərik. Məhz bu kiçik təkrarlanan anlar bizim şuurlu həyatımızı təşkil edir. Bu həqiqətən də insanı dərindən düşündürür, Ben. Bəlkə də biz həmişə yanlış yerə baxmışıq. Bəlkə də o axtardığımız məna uzaq bir mənzildə deyil. Elə hər gün getdiyimiz o yolun özündə gizlənib. Məncə də. Və biz bu sualı sizə, dəyərli izləyicilərimizə yönəltmək istəyirik. Şərhlərdə bizimlə bölüşün. Sizin gündəlik qayanız nədir? Və siz bu mənasız görünən mübarizədə öz mənanızı, öz xoşbəxtliyinizi necə tapırsınız? Fikirlərinizi oxumaq üçün səbirsizlənirik.